Mənə elə gəlir ki, intihar. Amma hər şey ola bilər. İntiharsa özü niyə cızılıb? Bəs çamadanı kim dağıdıb? Yəqin hardansa öyrəniblər ki, ev yiyəsi xaricdədir. Yazıçının bağda olduğunu bilməyiblər. Təsadüfən qarşılarına çıxıb şahid olmasın deyə tutub basıblar, güya intihar edib. Əgər elədirsə, onda deməli qatil tək olmuyor. Bəli, özü də evdəkilərlə əlbir olub. Yoxsa hardan bilirdi Lalə bağa sahibində gələcək? Qonşu bağda heç kim yoxdur. Həm də ərlə arvadın ikisinin də eyni xəncərin tayları ilə öldürülməsi təsadüf ola bilməz. Necə deyirəm, Eldar bəy? Hüseynzadə. Əsər. Roman. İntihar.